borcu ilə əlaqədar yaranan mübahisə ağır cinayətlə nəticələndi. Hansı şərtlə verdi sizə? O şərtlə ki, verə bilməsən 20% 100 manata 20 manat üstünə gələcək bir aya. Niyə söyüşlə danışırsan mən? Mən ona layiq adam deyiləm. Deyək də sən ona layiq adamsan. Dedim, tanıyırsan sən məni. Başladı yenə söymür. Nə söydü, nə söydü? Məcburam onların hamısını deməyə. Salın bir məğzına attım, boğazına deyim. Aa, kişi kimi ifadə ver ha, özünü müdafiə üçün danışma ha. Tamam. Şərəfsiz, sən şərəfsiz öldürəli sənə. Yalan ifadələr deyilmə burada. Mehtərəm hakimləri dolama ha, mən sən hakim deyil. Ay xanım, xahiş edirəm siz idarə eləməyin də buranı da. Qəsdən adam öldürməkdə təqsirli bilinən Elvin Əsədovun cinayət işi. Diriyyətli namusludur bu, şərəflə. Hani sən şərəfim? Xanım! Ceyhun Həmidovun təqdimatında Kriminalda bazar günü gecə yarısında.